Salam əziz şagirdlər. Bugünkü dərsimiz mətn üzrə iş olacaq. İlk öncə dərsin planı ilə tanış olaq. Motivasiya, tədqiqat sualı və mətnin məzmunu. Gəlin düşünək. Əli və Nina əsəri haqqında nələri bilirsiniz? Əsərin müəllifi olan Qurban Səid barəsində məlumatınız varmı? Müxtəlif fikirlər söyləyə bilərsiniz. Əli və Nina əsəri haqqında və Qurban Səid həyatı haqqında fikirlər, mülahizələr bildirə bilərsiniz. İndi isə əsərin məzmunu ilə tanış olaq. Əziz şagirdlər, bilirsiniz ki, ədəbiyyatda Əli və Nina romanının müəllifinin kim olması barədə çox müxtəlif fikirlər vardır. Kimi onun Azərbaycanlı Yusif Vəzir Çəmənzəmininin əsəri olduğu bildirilir, kimi Məhəmməd Əsəd bəyin əsəri olduğu bildirilir, kimi də xarici ədəbiyyata məxsus olan Elfirada Erenfesə aid olduğu bildirilir. İndi isə gəlin aydınlaşdıraq ki, bu romanın müəllifi kimdir? Əli və Nina romanının müəllifi Qurban Səidin kim olması ilə bağlı fikirlər uzun illər çoxlar üçün sir olaraq qalmışdır. Rəsmi sənədlərdə Qurban Səid təxəllüsünün Avstraliyalı Elfirada Erenfesə aid olduğu təsdiq edən faktlara rast gəlinir. Müxtəlif araşdırmalar aparılmış və müxtəlif dəlillərlə, faktlarla sübut olunmuşdur ki, əslində əsər Məhəmməd Əsəd bəyin olmuşdur. Lakin Qurban Səid imzası ilə Azərbaycandakı arxiv sənədlərində iki romanın Əli və Nina və Altunsaçın Yusif Vəzir Çəmənzəminliyə məxsus olması barədə fikirlər irəli sürülmüşdür. Lakin bir məqam qeyd etmək lazımdır ki, Altunsaç romanında hadisələr Almaniyada, ABŞ-da, Yaxın Şərqdə cərəyan edir və bu yerlər əsərdə coğrafi dəqiqliklə təsvir olunmuşdur. Lakin Yusif Vəzir Çəmənzəmininin adı çəkilən bu yerlərin heç birisində olmamışdır və beləliklə Nuridə Atəşi araşdırma işində daha da irəliyə getmiş, Qurban Səidin arxiv sənədlərindəki faktlara əsasən əsərin müəllifinin Azərbaycanlı yazıcı Məhəmməd Əsəd bəyin olduğu fikrini irəli sürmüşdür və beləliklə 1937-ci ildə Qurban Səid imzası ilə Viyananın Tal nəşriyyatında çap edilən Əli və Nina romanının müəllifi həqiqətən də əslən Azərbaycanlı olan Məhəmməd Əsəd bəy olmuşdur. Məhəmməd Əsəd bəyin Əli və Nina romanı öz imzası ilə çap etdirməməsinin müxtəlif səbəbləri olmuşdur.